Herkese salam. Belə bir misal var, Çin bambuku misalı. Çox insanlar bəlkə bunu bilirlər, bunun haqqında məlumatlılar, amma mənim çox xoşum gəlir bu misaldan. Orada deyir ki, Çin bambuku əkirsən, deyir, 4 il üzdə heç nə görsənmir. Bütün proses atda gedir. Yəni kökə işləyir, kökə vurur. 4 ildən sonra 6 həftəyə 20-30 metr qalxır. Bu biznes üçün də belə keçərlidir. Yəni bir işə başladın getmədisə 1 ay, 2 ay, 3 ay, 5 ay. Yəni ondan həmən dəqiqə soymaq, əl çəkmək, əlləri yanına salmaq ki, yox da bu olmadı deyə çəkinmək olmaz. Burada məsələ nədir? Hər hansı bir iş vurmuşsan, istər istehsalat olsun, istər ticarət olsun, fərqi yoxdur. Hədəflər qoymalısan. Tutaq ki, mənim satışlarım ilk bir ildə bu qədər olmalıdır. Onu bölməlisən kiçik hədəflərə. Deyək ki, qoymuşsan ki, bir ilə mən bu məhsuldan 100 min ədəd satmalıyam. Okey. O 100 mini bölürsən kiçik hədəflərə. Yəni bölə bilərsən 3 rübə, 4 rübə daha doğrusu, 3 aylıq rüblərə. Məsəl üçün 100-ü 4-ə böldün, hər rübə 25 min ədəd satmalıyam. Bu da okey. Hə, bu bölməklə ancaq üzünə baxmaqla iş bitmir. Üstəlik bundan sonraki atılacaq addımsa həmin belə deyək də hədəfləri yerinə yetirmək üçün lazım olan plan of action'dır. Atılacaq addımlardır. Ki mən neyiniyim ki onu oturub planlamalısan ki bu satışlara çatım. Yəni mən hansı addımları atmalıyam ki 3 ayda məsəl üçün 25 minlik satışlara çatım. Misal üçün reklamımı çəkməliyəm, influencerlərlə danışmalıyam, yoxsa özüm kontent yaradıb kanalımı açmalıyam. Yəni onları planning edirsən. Yəni nəticədə həmin o bambukun 4 illik dönəmi ki vardı, kökə işlədiyi dönəmi. Bax həmin dönəmi o planningin, onun fundamentini gücləndirmək lazımdır. Fundamentində dediyim kimi arxada planda işləyərək, sən işləmədən onun kökünü gücləndirməsən, o heç böyüməyəcək də, elə böyüməmişsə çürüyəcək. Ona görə hər kəsə uğurlar, hər nə iş görürsəniz görün, Allah xeyir versin, hələlik.